Salam dəyərli həmvətənlər. İlham Əliyev Almaniyaya gəlib, briefing keçirdi. Yenə də gəlib Almaniyada Azərbaycan vətəndaşlarının torbasını tikməyə. Deyirəm ki, heç vaxtda arzuna çatmayacaqsan, arzun ürəyində qalacaq. Görün nə qədər qorxaq prezidentdir ki, çaqqal öz yuvasında şirə dönər. Amma öz yuvasından qırağa çıxdı, quyruğu salar götürə qaçar. Baxın, bu da onun kimidir. Buna baxın. Buna baxın. Diktatör! Aliyev! Diktatör! Baxın. Baxın. Buna baxın. Gördünüz. Aliyev! Diktatör! 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 Yanındakilara bak, yanındakilara bak. Yanındaki o tüleylərə bax sən bence. Olar. Aliyev! Diktatör! Aliyev! Diktatör! Aliyev! Diktatör! Aliyev! Diktatör! Aliyev! Diktatör! Bax belə qaçarsan. Çünki kişilərlə sən mübarizə apara bilməyəcəksən. Sən bax beləcə qaçacaqsan. Sən qorxaq nadansan sən. Bax belə qaçacaqsan. Sən ancaq Azərbaycanda millətin qanını içə bilərsən. Qıraq ölkələrdə millətin qanını içə bilmirsən. Sərf eləmirsən. Çıxardın belə düzgün deyilsən. Çıxardın orada. Gedərdin həmən ki oradakı blogerlərin, oradakı etiraz iştirakçıların qarşısına. Çıxard deyərdin ki, sən mən niyə diktator deyirsən ki? Mən səni nə eləmişəm? Sübut qoy qabağıma. Deyə bilmirsən axı. Çünki əllərində 1000 dənə sübutlar var oradakı qardaşların. Başa düşdünüz? Çünki İlham Əliyevsən qorxaqsan. Mən yenə deyirəm, çaqqal öz yuvasında şirə dönür. Öz yuvasından qırağa çıxsa, quyruğu sarıb götürə babeləsində qaçır. Sən Azərbaycandan polislərə, DTX-lara, buna sən güvənə bilərsən. Qıraq yerdə sən heç kimsən bizim üçün. Başa düşdün? Biz yenə də haqqı deyirik. Əliyevlə, rejimlə, diktator hakimiyyətə yox deyirik. Bildiniz? Həmişə də bax beləsi olacaq. Görürsünüz, günü-gündən Azərbaycanda terrorizm artır. Günü-gündən hamısı baba Əliyevin günahlarıdır. Azərbaycanda milləti bir-birinə qırdırır. Bax, hamısı bax bunun günahlarıdır. Hamısı bax bunun günahlarıdır. Hər şey elə bir ki, pulla həll eləyə biləcək. Elə bir ki, hər şey pulla alacaq. Sən heç bir şeydə nail olmayacaqsan. Elə bax, beləsində də ömür boyu belə qalacaqsan. Elə sənin öz ətrafındakılar elə sənə torbanı tikəcək. Sağ ol.